Cədvəllər, Excel. Bax, Excel'in demək olar ki, bütün versiyalarında standart bir şey var. Xüsusiyyətlər bəzilərində dəyişir, versiyadan versiyaya dəyişir. Məsələn, tutaq ki, 2010 versiyasında standart halda burada 3 dənə vərəq açılırdı, açanda. Burada bir dənə açılır. Məsələn, nümunə üçün deyirəm, ha. Amma ümumi qalan xüsusiyyətlər, düsturlar və s. hamısında eynidir. İndi Excel'də hər bir informasiya cədvəllər şəklində saxlanılır və hər bir gördüyümüz cədvəl sütunlardan və sətirlərdən ibarətdir. Sütunları biz nömrələyirik. İngilis əlifbasının hərfləri ilə A, B, C, D, Y, Z-ə qədər qutardı. Sonra başlayır A, 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 B, A, C, A, D 2 hərflərindən, ən sonda 3 hərflərindən. Və ən sonuncu sütunumuz XFD-dir. Aydındır? 214 dənə sütunumuz var ümumi. Aydın 16384 dənə sütun var. Sətirləri də natural ədədlərlə nömrələyirik. Bax. Birdən başlayırıq. 1.048.576-da ən sonuncu sətrimiz. 220 dənə sətir var. Aydındır? Kontrol aşağı. Aşağı ox. 214, 220. Var, hamısı var. 214 dənə sütun, 220 dənə sətir var. Xanaların sayı sətirlərlə sütunların sayının hasili qədər olacaq. İndi burada bir şey də bilmək lazımdır. Bax, Excel'də diapazon anlayışı var, bir də seçilmiş xanalar anlayışı var. Məsələn, deyək ki, bax, bura belə bir şey yazıram. Deyək ki, A4 deyək ki, bir dənə sam yazaq. Deyək ki, A4 və shift düyməsini basılı saxlasaq diapazon seçəcəyik. Diapazon dedikdə düzbucaqlı şəklində xanalar qrupu nəzərdə tutulur. Aydındır? İlk xanamız A4-dür, son xanamız da nədir? D12. Ona görə bu diapazona deyirlər nə? A4, D12. Aydındır? Bir də ayrı-ayrı xanaları seçmək mümkündür. Məsələn, bunu seçirəm, bir də D12-ni seçirəm. Onda kontrol düyməsini nə edirik? D12. Orada olan bütün rəqəmləri hesablayacağıq. Yox. Hə. Sam olsa hə. Cəmi. Yəni orada kvadrat formada alınan xanalardan varsa hamısı içində qiymətləri hesab et, cəmləyir daha doğrusu. Amma nöqtə vergül qoyanda deyəsən bir dənə. Məsələn, neçəni deyirsə, olar. Nöqtə vergül qoyanda da ancaq ikisini, iki xana seçmişik. Cəmləyir. Bəli. İndi diapazon verəndə, tak hər hansı bir diapazon verir bizə. Biz həmin diapazonda senin sayını tapmağımızı tələb edir. Xananın, sətrin, sütunun sayını tapmağımızı tələb edir. Bunun üçün xüsusi funksiyalar da var. Və row funksiyası var. Rows funksiyası var. Column funksiyası var. Bir də columns funksiyası var. Nə deməkdir? Row sətir deməkdir. Sətir, yəni sətrin, yazıldığı sətrin nömrəsini çıxışa verir. Məsələn, deyək ki, row C3 çıxışa nə verəcək? Üçüncü sətri çıxışa verəcək. Aydındır, yəni cavab olacaq 3. Anlaşıldı mı? İndi, əgər rows olsa, bu diapazondakı xanal sətirlərin sayını göstərəcək. Başa düşüldü necə? Kolum olanda da, məsələn, deyək ki, yazdıram kolum. Deyək ki, C3 ya da C5 yazaq. C neçənci sütundur? A, B, C. Üçüncü sütun deyil. Cavabı nə verəcək? 3 verəcək. Başa düşüldü? C5. Kolum C5 yazanda C neçənci sütundur? C neçənci sütundur? Sütunun olduğu sütunun nömrəsini çıxışa verəcək. Row sətridir. Row sətirdir. İndi burada rows var, bir də columns var. Onlar nə deməkdir? Bax, istənilən bir diapazon veriləndə bizə deyək ki, məsələn, A7, D12. İndi burada sətirlərin sayı, sütunların sayı, bir də xanaların sayını tapmağı tələb edirəm. Birinci sətirlərin sayı. Necə tapacam? Sətirlərin sayını tapmaq üçün böyük qiymətdən kiçik qiymətə çıxıb
Üstünə 1 gələcək. Okey? Ben değil. O bir nöqtəli vergül olsa sadece ikisi. İkisi olacaq. 2 xana var orada da. Olanda diapazon özgür. Bəli, bəli. Deyək ki, burada olacaq neçə onda? 12 çıx 7 üstə gəlinsin 1. Sətri tapırıq. Anlaşıldı, sətirlərin sayını tapacaq bu. Neçə olacaq bu? 6. İndi sütunların sayı. Sütunların sayını tapanda bizdə deməli olacaq neçə? Sayırıq da A-dan D-yə qədər. A, B, C, D. Neçəli nə oldu? 4 dənə. Deməli 4 dənə sütunumuz var. Xanaların sayını soruşanda xana nədir? Sətirlərin sayının sütunların sayının hasili. 6 vur 4, 24. Xananı göstər. Bax, kolumns olsaydı, ta ki kolumsun içində bu diapazonu yazsaydı, aydındır. Cavabı nə verməli idi? 4. Rowsun içində bu diapazonu yazsaydım, cavabı nə verməli idi? 6. Bir də cell funksiyası. Bu da xanaların sayını bildirir. Aydındır? Ben ders kabinirsin. Bəli. Məsələn, bax. Cell. Deyək ki, yazıram nə? A7 D12. Oy, nə oldu? Yo, böyüdür otomatik. Elə olanda o şey düşünmək olur da sətr ekliyor. Bəzən elə hesablama aparanda elə gəlir name yazılır və ya da var mı yazılır. Yo, belə hesablama xətasıdır. Belə düşünmək. Niyə yaxşı şeylə hesablayaq? Tapşırıqlar da olur bəzən belə. Bizim şey. Hə. Belki Rows hesabladı, columns hesabladı. Ola bilər versiyada dəyişiklik olub. Funksiya C dəyişib. Yani diapazonun sayına kalımız sayıyorum. Necə? Diapazonun sayına kalımız sayıyorum. Diapazondakı xanaların sayı ola bilər. Diapazon sayı deyə bir şey yoxdur ki. Anlaşıldı? Bunlar. orada sıfır yazdık be. Ona özgür değil. Yo, bu iki xananın içində heç nə yoxdur da, toplayanda 0 olur. Acemli al. Cəmi tapır 0-dır. İndi, bunları bildik mi? Bizdə növbəti nədir? Deyək, bunları nətə təmizləyik? Bunları təmizləyəcəksin, hə? Hə, indi bizə xanalar 3 tip ünvana malik ola bilir. Birinci tip nədir? Aktiv xana, pasiv xana. Məsələn, bu xana aktivdir. Hal-hazırda bunun içindəyik. Yerdə qalan xanalar nə olacaq? Pasiv. İkincisi, əsas xana, asılı xana anlayışı var. Əsas xana, asılı xana nədir? Var. Buna fikir verin. Bura asılı xanadır. Düsturun yazıldığı xana. Düsturda hansı xanalara istinad eləmişiksə, onlar nə olacaq? Asılı. Əsas xanalar olacaq. Aydın necə? Bu olacaq asılı xana, bunlar olacaq nə? Əsas xana. Bunu bəzən göstərmək üçün burada belə bir şeyimiz var bizim. Belə bir şəkil verir. Sonra soruşur ki, neçə xana əsasdır, neçə xana asılıdır. Bunda iki. Anlaşıldı? Və burada məsəl üçün bu düstura müraciət olduğuna görə hansı xanalara? Bu iki xana nədir? Əsas. Asılı, əsasdır, bu da asılı. Yəni o hansı istiqamətə gedirsə o asılı xanadır. Yadda qalar? Orada asılı olur. Bəli, A4 ilə C12 xanaları nədir? Asılı xana, əsas xanalardır. Asılı xanamız hansıdır burada? Y6. Aydındır? Nə oldu, başa düşmədin? Hə. Bax burada da. Bu diapazonun bütün xanaları əsasdır. Bura nədir? Asılıdır. Başa düşüldü necə? Sonra. Asılı olur. İndi bunu da bildiyimizə görə bir də var bizdə nisbi və mütləq xana anlayışı. Onu da indi izah edəcəyəm düsturlardan sonra. Sonra Excel'də düsturlar, riyazi düsturlar nələrdir? Bax, birincisi
adi hesablamalarda istifadə etdiyimiz əməllərimiz var. Məsələn, deyək ki, adi toplama əməli. Məsələn, bundan bunu nə edəcəyik? Toplayacağıq. Bildiyimiz mənada toplama. İkinci, vurma. Deyək ki, bu xana ilə vururam bu xana. Aydın necə? Adi ulduzla göstəririk. Sonra bölmək. Yox, hələ ki, onlara girmirəm də mən. Deyək ki, bu böl 5. Anlaşıldı mı? Sonra nə ola bilər bir də? Qüvvətə yüksəltmək. Məsələn, bu bərabərdir. Məsələn, bu qüvvətə yüksəlt. Deyək ki, bu. Hə? Benimki değil. Yox, orada işarəsi var da, o deyil mən. Kanalın tərəflərdə yalnızın qüvvətli ehtiyacı zərrəçi. Hə. Hətta orada rəqəmlər olacaq. Məsələn, B6, məsələn 5-dir, burada 3-dür. O 5-in üstü 3 olur. Başa düşüldü? Sonra, indi burada 0-0 hesablana bilmir deyə xəta verir. Amma bizim üçün də böyük fərqi yoxdur da onun. İndi qiymət yazsa xanaların içinə hesablayacaq. Hesablayacaq. Onlar belə ki. Bunlar oldu bizdə adi hesablamalar, riyazi düsturlar. İndi burada bir dənə şeyi izah edeyim, xana köçürmələrini. Sonra keçək ümumi düsturların izahına. Xana köçürməsi deyəndə nə nəzərdə tuturuq? Baxın, Excel-də belə bir xüsusiyyət var. Məsələn, bu xana varsa, bu xananı biz istədiyimiz, yəni bu düsturu istədiyimiz mövqeyə çəkə bilərik. Əgər mən bir sətir, qoy belə deyək. Kanalın özündən əvvəl sürüşdürülməsi. Olur. Xananın sürüşdürülməsi. Gəl baxaq. Bax, düsturumuz budur, düzdür. Əgər bunu bir sətir yuxarı qaldırsaq, burada xəta verəcək ref xətası. Gəl onu da düzəldək. Bunu A5 eləyək. Hə, A1-dən qabaq işlə yoxdur, amma çox xəta verir. Bax, deyək ki, bunu bir sətir yuxarı qaldırsaq, əgər eyni sütunda hərəkət ediriksə, sadəcə sətir olaraq mövqeyin dəyişiriksə, sətir qiymətlərin bir vahid kiçildəcəyik. Məsələn, bax, burada nədir? 5 idi, 4-ə çevrildi, 4 idi, nəyə çevrildi? 3-ə çevrildi, başa düşüldü? Əgər eyni sətirdə yuxarı qalxırıqsa, aşağı düşəndə də artacaq. Məsələn, 1 sətir, 2 sətir aşağı düşsən, bax, 6 oldu, S5 oldu, A7 oldu, S6 oldu. Məsələn, bir dənə sətir düşürtdüm aşağı. A8 oldu, S7 oldu. Başa düşdük xananın köçürülməsi. Əgər sütunları üzrə bunu eləyəcək olsaq, tutaq ki, indi sola eləyə bilməyəcəm, çünki A-nı dəyişmək olmur da. Başa düşüldü. Amma məsələn, deyək ki, bunu B eləsəydik. Düzdürmü? Əgər bir sütun sola çevirirəmsə, sütun indekslərini göstərən hərflər bir vahid kiçiləcək. Məsələn, B desə nə olmalıdır? A, S desə nə olmalıdır? B olmalıdır. Başa düşüldü? Rəqəmlər olduğu kimi qalır. Rəqəmlər olduğu kimi qalır. Əgər sütunlar üzrə mövqeyini dəyişirsə, sətir mövqeyi dəyişmirsə, rəqəmlər qalır, sətir indeksləri qalır, sütun indeksləri dəyişir. Yox, əgər sətirlər üzrə hərəkət ediriksə, sütun indeksləri qalır, sətir indeksləri dəyişir. Yadda qalar? Aşağı yuxarı düşər. Belə də, məsələn. Məsələn, belə. Deyək ki, A5. Düzdürmü? Deyirəm ki, A5-dən A6-ya keçirmişəm. Sütunlar sabit qalıb, sətirlər dəyişib, artıb. Deməli, o xananın içindəki düstur, A5 xanasında içindəki düsturun rəqəmlərini bir vahid artıracaq. Burada artdığına görə. Məsələn, deyirəm ki, A5-dədir, A2-yə keçirmişəm. Düzdür? Neçə vahid azaltmışam? 3 vahid. Deməli, onun rəqəmlərini neçə vahid azaltmalıyam? 3 vahid azaltmalıyam. Yəni, qarşısındakı o ədəd olan ünvanını sətir indeksi deyirik də ona. Çünki burada A sütun indeksini bildirir, A5 də sətir indeksini bildirir. Əgər sətir indeksini kiçiltmişəmsə, deməli, o düsturdakı, xananın içindəki düsturdakı da hər birinin sətir indekslərini eləməliyəm? Dəyişməliyəm. Başa düşüldü necə? Əgər sütunlar üzrə hərəkət varsa, məsələn, deyirəm ki, A5-dən S5-ə köçürmüşəm. Fikir verirsiniz, 5-lər dəyişməyib. Dəyişən nədir? A-dan S-yə keçirmişik. A-dan S-yə 2 sütun sağa keçirməkdir, elə deyil. Deməli, bunun içindəki düsturda da sütunları göstərən hərfləri 2 sütun sağa nə etmək lazımdır? Sürüşdürmək lazımdır. Başa düşüldü necə? Sütunda rəqəm olmur axı. Anlaşıldı? Bəs həm sətir, həm sütun dəyişmiriksə? Həm sətir, həm sütun olanda, məsələn, indi gəlirəm ona da. Məsələn, deyək ki, A5 xanasındakı düsturu D7 xanasına köçürmüşəm. Deməli, sətir indeksini 2 vahid artırmışam, sütunu da 2 vahid artırmışam.
Düzdürmü? Deyək ki, A5 xanasında belə bir düsturum var. B3 üstə gəlinsin C9. İndi bunu D7 xanasına köçürdəndə necə olacaq? Hər ikisini nə etmək lazımdır? 2 vahid artırmaq. B-ni 2 vahid artıranda nə olacaq? D. Düzdürmü? Yox. A-dan D-yə 3 vahid olur. Onda bunu da 3 vahid artıracağım. B-dən nəyə çevriləcək bu? Y-yə. Elə deyil. Çatmadı. Bir də təkrarlayaq. D hissəsi miydi? O heç. A neçədir bu? A5'dir. A'dan D'ye getmək üçün 3 vahid artırmışam. 5'dən 7'ye getmək üçün də 2 vahid. Deyirəm ki, A5 xanasında bu düstur var. B3, C9. Okey? İndi bu düsturu keçirmək istəyirəm hara? Buna. İndi sütunu nə etməliyim? 3 vahid artırmalı deyiləm. Sütunları 3 vahid artırıram. B'ni 3 vahid artırsam nə olacaq? C, D, Y olacaq. Y5 nə olur? 3'ü də 2 vahid artırmalıyam. Çünki 5'dən 7'ye gəldi. Anlaşılır? İndi C'ni neçə vahid artırmalıyam? 2 vahid artırmalıyam. Olacaq neçə? 1. Daha doğrusu 3 vahid. C, D, Y, F. Elə deyil mi? 3 vahid artırdım oldu F. Rəqəmin də 2 vahid artırmalıyam. Neçə olacaq? 11. 9 idi 11 oldu. Tam başa düşüldü? Dəqiq hamı başa düşdü? C'ni Y'ye çevirmək lazımdır. Niyə? Çünki A'nı D'ye çevirməmişik. A'dan D'ye keçmişiksə sütunu 3 vahid artırmışıq da. Deməli burada da bunu 3 vahid etmək lazımdır. Artırmaq lazımdır. C'ni 3 vahid artıranda nə olacaq? D, Y, F olacaq. Tam başa düşdük? Problem yoxdur heç kimdə. İndi buna biz deyirik xana köçürməsi. Xana köçürmələrində bu rahat bir şeydir. Bir də mütləq ünvan, nisbi ünvan burada meydana çıxır. Bax, hansı xananın qarşısında dollar işarəsi varsa, onu hara köçürdünüzsə köçürdün dəyişmir. Amma indi şeylər 3 cür olur. Ünvanlaşma. Var nisbi ünvan. Bax bu gördüyümüz ünvan nisbi ünvandır. Var mütləq ünvan. Məsələn, mütləq ünvanı göstərmək üçün F4 klavişi ilə istifadə edirlər. Xananı seçdik, F4 klavişi ilə dəyişə bilirik. Və bu olsa dollar B, dollar 4. Bu dəyişir. Bu mütləq ünvanı bildirir. Əgər ikisindən birinin qarşısında dollar varsa, məsəl üçün B dollar 4. O deməkdir ki, sütun nisbidir, sətir nədir? Mütləq. Ya da tərsinə, sütun mütləqdir, sətir nisbidir burada. B'nin qabağında dollar olsa. Hansının qarşısında dollar işarəsi varsa, xananı köçürərkən onun qiyməti dəyişmir. Olduğu kimi qalır. Məsələn, bax burada budur. Burada da hər ikisini eləyək. İndi mən bunu götürüb hara köçürdürəmsə köçürdüm. B'nin 4'ün qiymətləri dəyişir. 5, 6, 7, 8 olur. Amma B'ni dəyişə bilməyəcəm. C-də fikir verin, heç də dəyişmədi. Bunu götürüb bu tərəfə köçürsəm fikir verin, C dəyişmir, B də dəyişmir. B'nin rəqəmləri dəyişir. Çünki rəqəmin qarşısında dolları yoxdur. Nəyin qarşısında dolları yoxdursa o dəyişməyəcək. Onun dayı var da dəyişməyə qoyulur. Bilmirsiniz? Normalda biz deyirik ki, pulu olan adam dəyişir. Burada tərsinə deyirlər. Deyirlər ki, kim pulu yoxdursa onu dəyişdirənməz. Pulu varsa dəyişdirənməz. Dayıdak. Etiyle bu dayıda gəlir, egzələ də giriyor. Hə, Azərbaycanda hər yerə gedir. Mümkün deyil, hərəkət yapmasın. Başa düşdük buna da ünvanlaşmada. Problem yoxdur. Dollar olan necə? Əgər dollar varsa dəyişir. Bir dənə Dollar olmayanda olur nisbi. Dollar olan da olur mütləq. siz dollar olamazsınız olmasa. Bəli. İndi keçək düsturlarınıza. Bu şeyləri tam izah edib qutara bilməyəcəm yəqin ki. Gələn səfər. Burada var siləcəm, var. Yox, riyazi düsturları izah edəcəm, xətaları da izah edəcəm. Amma orada o menyularla zaten bağlı xeyli şey qalacaq da. Bunun misalı Deyil. Kodera'dan. Ben çok karşı. Kodera da asaddır. Orada Ərayda da asaddır, Dimdə də asaddır. Çünki onlarda düsturları çox vermir. Orta məktəb kitabında düsturlar indi təzə kitablarda veriblər, köhnədə yoxdur. Samı veriblər, POV veriblər, ABS veriblər, sonra sinus kosinusu veriblər.
O da veriyor. Hə, Çarpıya işte ben. average veriblər. Hə, bax. Bir 6-7 yoxdur, average yox idi. Yok idi böyle. Ortometrik tablo yox. Orada Düsturlar bir dənə samdan başqa heç nə yox idi. Hə, düzdür. Sonra average ama sağ çünkü olursa average hamısını Hə, onlar saldılar. hamısı orada yine Rəqəmsalda götürüblər də Excel'də olan şeydir də, onlar zaten var idi. Çoxdan olmalı şeylər idi, prosu yox idi. bizimkiler sağlar. Öyle orada gördü saldı ona. Kesin Türkçeler var. Nə bilim bilmirəm, izah eləyək. Bax, indi gələk birinci riyazi funksiyalar. Hansıları? Riyazi funksiyalarımız bax, buradadır. Bir ton funksiya var. Bizim də onların hamısını keçməyəcək təbii olaraq. Amma normalda riyazi funksiyalarımız bunlardır. Bir sürü. Okey. İndi hansıları öyrənəcəyik? Gəl, əsas vacib olanlar hansılarsa onlara baxaq. 1. Sum. Bax, yenə belə bir şey deyək də. Burada bir xanalar diapazonunda müəyyən qiymətlər verək. Bunu ləğv eləyək. Deyək ki, buradan yazaq da. Deyək ki, bax 1, 2, 3, mənfi 1. Sonra burada bir dənə faiz vermək istəyirəm, 50%. Sonra bir dənə alma sözünü verək. Boşxana da saxlayaq. Dırnağın içində nəsə bir şey də verək. Çünki bütün yarana biləcək xətalar nədirsə, hamısını göstərim də sizə. Peki, 0 da yazıq. İndi bax, riyazi funksiyalar. Birinci hansını deyil, sum. Bax, bu diapazondakı ədədləri toplayır. 5,5 alacağıq. Niyə? Çünki bax, 1, 2, 3, 6, üstünə mənfi 1 gəldim, 5, 50%-i 0,5 kimi hesablayır. Aydındır. 50% demək nə deməkdir? 0,5 demək deyil. Hesablayanda o cür hesablayır. Aydındır. Yerdə qalan mətindir, 0'dır. Bu da mətin sayılır. Aydındır. Boşxanadır. Bunları hesablamayacaq sadəcə. İkinci, sum if. Sum if funksiyası yazırıq. Sonra biz bura nə qoymalıyıq? Kriteriya qoymalıyıq. Şərt. Şərtimiz nədən ibarətdir? Məsələn, deyirəm ki, dırnağın içində yazacaq. Böyükdür 2. 2-dən böyükləri topla. Aydındır. 2-dən böyük bir dənə 3 var, onun üçün 3'ü götürdü. Anlaşılıb mənim şey var? Mesela olanda şart koymuştum. Nasıl hemen? Ondan cəmli olacaq. Bəli. Məsələn, deyib, verək də 0'dan böyük verək. 0'dan böyük olanları toplayacaq. 6,5. Anlaşıldı, mənfiləri toplamayacaq. Sonra növbəti funksiya, sum if-i bildikdə, hə, sum dedik, sum if-i demək. Hə, o məntiqi funksiyaların içində keçəcək. Sonra average. Average ədədə ortadır. Toplayıb sayına böləcək. Burada bir şey bilmək lazımdır. Average də ədəd olan xanaları toplayır, içində ədəd olan xanaları toplayır, onların sayına bölür. Məsələn, burada 6 dənə xananın içində ədəd var. İçində mətn olan, içi boş olan xanaları hesablamır. Aydındır? Hamısını toplayacaq, 6'ya da böləcək. Bəli, 0 ədəddir. Bəli. Boş xananı götürmür, amma 0'ları götürür. Sonra, fact. Bəli. Deyək ki, 3 faktorial hesablayır. Anlaşılan mənim şey var. Sonra, pop. Məsələn, 3,2. Deyək ki, bu nöqtə vergüllə verir. Deyək ki, 3,5 yazdım. 3 üstü 5 hesablayıb çıxışa verəcək. Aydındır. Sonra, product. Çətiri bir-birinə vurub sonra gəlir. Bütün ədədləri bir-birinə vuracaq. Diapazondakı bütün ədədlərin hansını tapır. 0 çıxardır, çünki diapazonda 0 var. Anlaşıldı? Ədədlərin hansını tapır. Olsa bir dənə 0 olsa, Ben yeniden sayayım.
Bir bu, iki bu, üç da. Üç faktorial. Bir kanal götürüyorlar. Bir xanal faktorial olar. Bir də də faktorial olardı. Diapazon faktorialını tapanmazsan axı. Bir bu, Oyda. Uşaq mən boğaza yıldı. İndi deməli bunları dedik. Bir də round funksiyası var. Round. Bunu Python'da da keçmişdik sizlə. Yuvarlaqlaşdırma iddia. Məsələn 2.254 vergül qoyuram. Yəni burada yenə nöqtə vergül istəyir məndən. Nöqtə vergül qoyuram. Deyirəm ki 3 olsun tutaq. Burada vergül yox, nöqtə olmalı. Hə. Deməli nə edir? Tutaq ki bunu 1 verəcəyik. Bildiyimiz adi qayda ilə yuvarlaqlaşdırır. Qayda necə? Bu 1 onu bildirir ki, yəni vergüldən sonra bir dənə rəqəm saxla. Heç nə yazmazsa onun yerinə, kriteriya hissəsinə. Sadəcə olaraq tama qədər yuvarlaqlaşdıracaq. üç olur. İki. 2 tam. Hədə 254 kiçik daxılma. Çünki birdən sonra bir dənə rəqəm saxla. Bir dənə saxla, yəni Burada hə. Burada hə, heç nə yazmasaq. Burada hə, burada 3 olacaq da. Bir də bu var. Bu başki kimi yazar. Məsələn 2 tam neçə idi? 2, 5, 4 sonra 1 yazıram. Bu yeni 2 çıxardacaq. Bu tam hissəni yox. Sadəcə yuvarlaqlaşdırmır da. Göstərdiyimiz rəqəmi mərtəbəyə qədər olan ədədləri saxlayır, qalanını atır sadəcə. Yuvarlaqlaşdırma yoxdur. Tamam mı? Yəni onun tam hissə deyirlər. Yox. Tam hissə deyil. Sonra bunlar oldu bizdə nə? Riyazi funksiyalar. Çətin bir şey yoxdur ki. Hamısını bildiyim mahiyyətini. Sonra gəlirik ikinci statistik. Söz soruşmam. Əvvəli heç riyazi funksiya kimi. Yox, əslində statistik funksiya deyil. Sadəcə mən verdim o riyazi funksiyaların içində. Statistik funksiyadır. Çünki deyil buradadır. Burada da veriblər də, biz şeyin içində veriblər. Deyil buradadır. Average. Bunlar bax, statistik funksiyalardanız. İndi bax, statistik funksiyalara aiddir nə? Maksimum. Verilmiş diapazondakı ən böyük ədəd tapır. Minimum. Diapazondakı ən kiçik ədəd tapırıq. Sonra average. Diapazondakı ədədlərin ədəd ortasını hesablayır. Diapazon. Sonra maksimum, minimum, average, statistik başqa nə gəldi? Countlar qaldı bir də. Count, counta, count if. Deməli, count. Sayır. Bəli, count içində ədəd olan xanaların sayını göstərir. Sonra gəlir count'a. İçi dolu olan bütün xanaları sayır. Bir də var count if. Count if'də ta ki diapazonu verirəm. Sonra şərt qoyuram. Şərtim nədən ibarət olur? Deyirəm ki, məsələn, qiyməti 2-dən balaca olanları say. Ki, 2-dən balacalar sayılır. Enter'i vuracağım. 4'dən. Aydındır. İçin daxilində 2-dən kiçik ədəd olan xanaların sayını göstərəcək. Məncə bitdi. Sonra gəlirik məti funksiyalara.
İndi mətn funksiyaları hansılardır? Birincisi lendir. Bəli. Leni şeydən tanıyırıq, Python'dan tanıyırıq. Burada da xananın içindəki simvolların sayını çıxışa verir. İkinci gəlir left. Left nə deməkdir? Deyək ki, bir dənə söz yazaq. Sağdaki elinde. Deyək ki, məsələn, burada yazaq da vergül 3 yazacağım. Yenə bu nöqtə vergül ədəd hesab edir. Məsəl üçün deyək ki, bura Azərbaycan yazıram. Okay. İlk 3 simvolu saxlayır soldan. Qalanını atır. Okay. Və eyni şeyi right üçün də yaza bilərik. Right funksiyası da var. Bu sağdan göstərilən simvolu, sayda simvolu saxlayır. Aydın necə? Sağdan 3 dənə simvolu saxladıq, qalanını atır. Əvvəlini saxlayır, bunu da axırından. Bu axırından, right axırından saxlayacaq. Yadda qalar? Ümumi simvolların sayını götürür. Anlaşıldı? Yok sonra. Sonra ne dedi? Sağda. Right. Mesela burada Azem'i saklıyor. O demekleri ben sağdan saklıyorum. İndi sonuncu qrupda məntiqi funksiyalardır. Axırın çıxartmaz. Can sözünü saxlayır, qalanı silir. Right-da. Sonra gəlirik məntiqi funksiyalara. Məntiqi funksiyalara hansılara aiddir? 1. If. If ən çox istifadə olunan funksiyalardan biridir. Burada prinsip nədir? Məsələn, deyirəm ki, bu böyükdür bundan. Sonra nöqtə vergül qoydum. Deyirəm ki, əgər elə olsa, məsələn, bu çıxışa verilsin. Əks halda bu. Yəni prinsip nədir? Bu şərt doğru olarsa, onda birinci yazdığımızı çıxışa verir. Əks halda ikinci yazdığımızı çıxışa verir. Yadınıza qalar? İşaret dəyişdi, onu vuruşdur. O indi normal olan mətn funksiyalarına aid. Yəni Yox, bura şərt kimi nə istəyirsən yaz. Məsələn, bax, sadə bir şey. oyunların Məktəbdə şagirdlər üçün eləmişdik. Bax, hər dəfəsində bir-bir, tutaq ki, uşaqların qiymətlərini yazıb, doğruluğu yoxlamaq istəyirəm. Tutaq ki, test yazıblar 20 sualdan. Excel-də olsa cavabların, uşaqların yazıları, cavabları yazmırlar. A, B, C, D, Y. Elə bir cədvəl qurmaq istəyirəm ki, məsələn, özü tapsın proqram. Sondakı şeydir. Tutaq ki, sonda özü tapsın ki, cavabı uşaq düz yazıb, səhv yazıb. Anlaşıldı necə? Məsələn, deyək var, belə bir şey eləyirəm. Testlərdəki kimdə? Hə, testlərik kimi. Düzdürmü, səhvdürmü qarşılaşdırmaq istəyirəm. Tutaq ki, düzgün cavabları bura yazıram. Deyirəm ki, düz. Bu da şagirdin cavabları olsun. Okey. Deyək ki, bura yazıram A variantı, bura yazıram nə? B variantı. Okey. Mənim funksiyam nə edir? Belə bir şey qoyacağım. Deyirəm ki, if əgər bu deyək ki, bu bərabərdirsə buna vergül qoyuram. 1 olsun. Əks halda nə olsun nəticə? 0. Hətta başqa cür də eləyə bilərsiniz. Tutaq ki, 4 səhv bir düzə aparır deyə düşünürük. Elə deyil. Tutaq ki, bir dənə doğru cavab 4 bal versin. Səhv cavab neçə aparsın? 0. Ya da ki, elə doğru cavab 1 bal versin. Səhv cavab 4də 1-in aparır da. 4də 1 nə qədərdir? 0-dan %25 deyil. Onu versin. Məsələn, bura 1 yazacağım. Bura neçə yazacağım? 0-dan 25 mənfisi ilə. Okey? Niyə? Azaldır axı.
Bunların arasında nöqtə vergül qoymaq lazımdır. Mən yenə vergülle yazdım. Okey. Məsələn, burada şeydir. Amma məsələn, deyək ki, burada A'dır. Burada da şagird A yazıb. Bu düsturu keçirdirəm bura. Görürsünüz, bir nəticəsini verir. Hamısı üçün bunu eləmək olar. Başa düşüldü necə? Şərtdən çox istifadə olunur, hədsiz dərəcədə. Ya da ki, plus minus da eləmək olar bunun yerinə. Doğru yazıbsa plus, səhv yazıbsa minus. Və s. Yəni, çox rahat şəkildə bunu eləmək olar. Adi bildiyimiz ifdir da, şərtdir. Çətin şey var. Doğrudursa birincini seçirəm, deyilsə ikincini seçirəm. For dövlük. Tamam, sonra ikinci gəlirik məntiq funksiyalarından nəyə? True, false. True ilə false dəyərdir. Okey? Amma həm də funksiya kimi veririk. Yəni məntiqi dəyərdir o. True doğru, false nədir? Yalan. Aydın necə? Sonra gəlirik nəyə? And, or, not bu funksiyalara. Birincisi, məsələn, deyək ki, normalda bərabərdir. Deyək ki, 5 böyükdür, 3 yazsaq. Bunun qiyməti ya true ya false olmalıdır, elə deyil mi? 5 3-dən böyükdür, true'dur nəticəsi. İndi bunun qabağına notu yazsaq, yazılanı inkar eləyəcək. Okey? Sonra, əgər bir neçə belə bir şey versək, məsələn, deyirəm ki, bərabərdir, bu böyükdür bundan, and bu böyükdür bundan. Yenileyim. Burada bezdirdi. Evet, keyif değildi, öz avtomatik eləyirdi. Nokta yapanlık ailesi. Niye ayrım ki onu? Sade endle. Ay. Qat düz deyir də. Düz deyir. Funksiyalar bunun içində yazmaq lazımdır. Mən Python-dan qaçdırmışam. 5 böyükdür 7-dən tutaq. Əgər enddə verilənlərdən biri səhvdirsə, endin içindəkilərdən, o zaman nəticə nə olacaq? 0. 0 yox, false. Aydındır. Əgər bu endin əvəzinə or yazsaq, oradan istifadə edəcək. Verilənlərdən biri, şərtlərdən biri doğru olanda nəticə doğru olur. O zaman yalan olur ki, hamısı nə olsun? Yalan olsun. Başa düşüldü? Problem yoxdur ki bundadır. Mən onların arasına end yazmaya çalışırdım, o xətaydı da. Hə. Bu adam Python-dan işləyib Excel-ə gələndə bəzi şeyləri qatışdırsın bir-birinə. Sizə görə olur. Hə, başa düşülməyən bir şey var. Bir neçə proqramlaşdırma dilinə baxanda lap pis olur. Yazsan kodu ayla işləmir. Bir də mənim başıma gəlib yox. Dirənmişəm ayla, bu niyə işləmir, bu niyə işləmir, bu niyə işləmir. Sonra baxıram ki, ayla, bu proqramlaşdırma dilində sintaks fərqlidir, o birisi tərəfdə tamam fərqlidir. Onu buna yazın. Birinə olanı başqasına tətbiq eləmişəm, aləm dəyib bir-birinə. İndi gəlib elə deyək, xətalara da baxaq. Düsturlar bunlar. Excel-də yaranan xətalar. Qarışıqdır. Ən rahat hissəsi orada. Bax, hansı xətalarımız var? 1. Name xətası. Name xətası səhərdən 50 dəfə qabağımıza çıxıb.
Düsturun adında hansısa bir xətaya səhvə yol veririksə, o zaman neyim xətası ilə qarşılaşırıq, tamam? Sol kimi qabağıma çıxmış. Hə, məsələn deyək ki, bərabərdir yazıram. Tutaq ki, sam əvəzinə son yazmışam, içinə nə bilim nəsə yazmışam. O zaman xəta verəcək. Düsturun yerində. Düsturun adında, yazılışında hər hansı bir xətaya, sintaks xətasına yol vermişsə, bu şeylə nəticələnəcək. 2. Hesablama xətası. Məsələn, deyək ki, bu üstə gəlinsin, bunu yazıram. Sadə bir şey verəcəm. Bunun yerinə 12 yazıram, bunun yerinə alma verirəm. O zaman value xətası çıxacaq. Yəni, toplanması mümkün olmayan, hesablanması mümkün olmayan əməliyyatların nəticəsi həmişə nə xətası olur? Value xətası olur. Aydındır? Adətən mətndən ədədi toplayanda çıxır qarşımıza o. Toplamağa cəhd eləyəndə. Sonra, 3-cü xəta. Nam xətası. Nam xətası nədir? Deyək ki, kök alma funksiyası var bizdə SQRT. Tutaq ki, mən onu -9-un kökünü almağa çalışacağım ondan. O zaman nam xətası çıxacaq, nam B. Yəni, ədədi səhv yerdə işlədirik. Ya da məsələn, kəsr olmalı yerdə, tam ədəd verilməli yerdə kəsr ədəd vermişəm da. O zaman da ola bilir o xəta. Başa düşüldü necə? Yəni, nəticə mütləq tam ədəd olmalıdır orada, amma mən vermişəm kəsr. Ya da bayaqları var idi, hesablayırdıq. Nə idi o? 0 üstü 0. Aydındır? 0 üstü 0 hesablamaq olmaz, qeyri-müəyyənlikdir. Baxmayaraq Python hesablayır, amma burada o hesablamaq olmaz olur. Başa düşüldü? O zaman nam xətası verir. Sıxıntı yoxdur ki. Sonra, null xətası. Null xətası nədir? Boşluq. Kəsişməyən 2 diapazon verildikdə null xətası çıxır. Nə deməkdir o? Məsələn, yazıram sum funksiyasını. Bir dənə funksiyanı unutmuşam deməksə, riyazi funksiyaların içində. ABS modulu tapır. SQRT ilə ABS-i unutmuşam. Biri ABS modulu tapır. SQRT də kök almalı. Məsələn, deyək ki, burada bu diapazonu verirəm. Boşluq qoyuram, bir də bu diapazonu verirəm. Aralarında nöqtə virgül qoymamışam da. Nöqtə virgül qoymaq onları kəsişdirməkdir. Qoymasam, o zaman null xətası meydana çıxacaq. Yadınıza qalar? Kəsişməyən 2 diapazon verildikdə null xətası verir. Bunları kəsişdirməmişəm də. Nöqtə virgül yazsaydım aralarına kəsişmiş sayılacaqlar. Amma belə olanda kəsişmirlər. Aydındır? Sonra, ref xətası. Əgər bir düsturu yazmışıqsa, daha sonra həmin xana, yəni düsturda müraciət olunan xana ya da diapazon silinibsə, ya da ümumiyyətlə mövcud olmayan xanaya, ünvana istinad verməyə çalışmışıqsa, o zaman ref xətası ilə qarşılaşırıq. Məsələn, deyək ki, yazıram burada, bu, üstə gəlinsin bu. Daha sonra gəlirəm, bunu seçirəm və silirəm. O zaman ref xətası ilə qarşılaşacağım. Çünki mən artıq o bayaq yazdığım xana yoxdur, oranı sildim. Başa düşüldü? Ya da olmayan yerə istinad verirəm. Məsələn, deyirəm ki, bərabərdir. Bura A1 yazacağım. A1 üstə gəlinsin B1. Okey? Oy. Heç gözləmədiyimiz bir şey. Ya da belə deyək də. Deyək ki, A20 üstə gəlinsin B20. Okey. İndi mən bunu götürüb sola çəkməyə çalışsam, A'dan solda heç nə yoxdur axı, düzdür? O zaman yenə reflə qarşılaşacağım. Anlaşılmayan bir şey var? Çünki A'nın normalda bir sütun sola çəkəndə nə olurdu? Sütun qiyməti azalırdı. Amma yoxdur axı A'dan əvvəldə heç bir sütun. Mövcud olmayan xanaya istinad eləməyə çalışdığı o zaman ref xətası ilə qarşılaşacağıq. Yadınızda qalar? Null verdik, ref verdik, non verdik, name verdik. Bitti. Elə biri qalıb axı. Var səhvlərlə olan, mənim funksiya lazım olacaq. O mövcud olmayan istinada müraciət ya lazım deyil. Bir də aslında bir şey var ya. Divide xətası qaldı, bir də xananın içinə yerləşməmək xətası qaldı. Məsələn, deyək ki, bir dənə çox rəqəmli ədəd verirəm. Sonra gəlirəm, onun tipini dəyişirəm, number tipi qoyuram. Və kiçildirəm.
Əgər daxil edilən ədəd xananın eninə kifayət eləmirsə, o zaman bu xəta meydana çıxacaq. Deyəslər. Yes. Okey? Başa düşüldü mü? Kisəgələri yazanda Excel-də belə oldu. Hə, o xananın eni kifayət eləmir. Yüz yazmalı. Hə, 100 yazmaq oldu. Yazdırdıq, bunu verirdik. Yes. Sonra tapdıq orada rəqçeyi dəyişdik, ondan sonra düzəldirdik. Tutaq hesabı bir şeydi, yazılmazdı. Bir yazırıq, mesela sonra istəyir ki, sıralansın, geçsin. Onu nədən istifadə edirdik bu işdə? Su çəkir tərəf. Ne deyir? Avtodoldurma. Ben 10 kilometre büyümesi de var idi. Hamstırdım. İnan sən yadında yoxdur. Yapmaq istəyirəm. Var, yazmışam, kitaba yazmışam. Ha? Oldu. İndi bir də divide xətası var. O nədir? Məsələn, deyək ki, 5 bölünsün 0. Sıfıra bölmə cəhdi üçün divide xətası çıxır. 1 bölü 0. Anlaşılmayan bir şey var? Hiç yox. Excel-də yaranan xətalar bunlar. İndi menyuları ilə bağlı avtodoldurma əmrlər xeyli əmr qalıb burada da bizim öyrənməli. Excel çox genişdir. Bu qədər hələ ki bizim üçün bəs deyil. Testlərini işləmək üçün kifayət eləyəcək bu bizə. Dimdən, Koderadan, elə mənim kitabımdan hamısından işləməyə bəs eləyəcək. Yollayaram testi sizə.